Dünya əhəmiyyətli tarixi abidələrimizdən sayılan qədim Şabran şəhərində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb. Artıq qazıntılar nəticəsində qədim Şabran şəhərini su ilə təmin edən saxsı borular, eyni zamanda ovdan və ya ambar olması ehtimal olunan maraqlı bir tikili aşkarlanıb. Ümumiyyətlə, qədim Şabran şəhərində bundan sonra arxeoloji qazıntıların sistematik olaraq il boyu aparılması nəzərdə tutulub. Burada təqribən 5-6 metrdən artıq mədəni təbəqə var və bu mədəni təbəqələri öyrənmək. Əsas məqsəd budur. İkinci məqsədimiz isə Şabran şəhərinin son dövrlərini, yaşayışın burada həyatın son dövrlərinin proseslərini, yəni baş vermiş ictimai, sosial proseslərin izləməkdir. Hazırda qazıntı gedən ərazi təqribən 18-ci əsrin mədəni təbəqəsində aparılır qazıntılar və çox maraqlı tapıntılar əldə etmişik artıq. Birincisi şəhərin su təchizatı ilə bağlı saxsı boruların artıq müəyyən hissəsi aşkar edilibdir və üzə çıxarılıbdır və bu xətt saxsı borular dağlardan Şabran şəhərinə çəkilmiş suyun bir vasitəsidir. Digər tərəfdən isə çox maraqlı günbəzvari bir tikilinin qalıqları artıq üzə çıxıbdır və bu təqribən çox güman ki, burada ya ambar və yaxud da ki, hər hansı bir ovdan ola bilər. Mühüm tapıntılardan biri də lazurit daşından olan medalyondur. Mütəxəssis güman edir ki, bu medalyon Şabran şəhərinə ticari yolla gətirilib və qədim Şabranın iqtisadi əlaqələrinin hansı səviyyədə olması haqqında informasiya verəcək. Qədim Şabran arxeoloji abidəsində tədqiqatlarla paralel Çıraqqala Şabran tarixinin izində arxeoloji yay məktəbi 1 layihəsinə də start verilib. Bu layihəni keçirməkdə məqsədimiz tələbələri, məktəbliləri arxeoloji qazıntı ilə yaxından tanış etməkdir və onlar bu layihədə iştirak etdikcə, arxeoloji qazıntılarla yaxından tanış olduqca, əlbəttə ki, onlar üçün həqiqətən çox maraqlı oldu. Abidədə tədqiqat işlərinin bu mərhələsi avqust ayının sonuna kimi davam edəcək.